Rövşən Yerfi, Şirvan şikəstəsi, Kiçik Essi. Şirvan şikəstəsinin hüzünlü avazını ilk dəfə aşıq qızı olan anamdan eşitmişəm. Eşidərkən bu nə mahnıdır, təəccüblənmişdim. Yaşlaşanda anladım ki, o avaz onun özü ilə dərdləşməsi sanki öncədən duymuş olduğu qısa ömrünə etdiyi ağı idi. Sonralar Segah məqamında olan bu zərb-i muğamı toylarda aşıqlardan dinləmişəm. Əvvəl ritmini xoşlamışam, balabanın naləsinə heyran qalmışam. Elə gəl, elə get bağ bərəsindən, bülbüllər hürküşüb gül inciməsin. Mərhəmət eyləyib bizə gələndə, elə gəl, elə get, yol inciməsin. Şirvan şikəstəsində ifa edilən Segahın möhtəşəmliyi, ruh genişliyi ondadır ki, onun konkret mətni yoxdur. Aşıqlar və xanəndələr tərəfindən o həm qoşma, həm bayatı, həm də qəzəl üstündə oxunur. Yaşım artdıqca ürəyimə köçən şikəstənin mənəvi dərinliyinə, məna zənginliyinə daim heyrətlənmişəm. Allah, insanı kövrəldən bu musiqiyə bələnmiş nalədə, bu harayda nələr varmış? Ülvi duyğular, nakam arzuların fəryadı, üzücü həsrət, ağrı, qəm, qüssə, izdirab, dərmansız dərdlər, insanın əhvalını yerindən edən sevimli, şirin, müqəddəs kədər. Bu təkcə sevgiyə aid şikəstə deyil, bir sevginin timsalında ilahi eşqə çağırışdır. Bu fəğan, haray, həyat fəlsəfəsi, ömrün vəfasızlığı, dünyanın faniliyi, sınmış ürəklərin ahı, yaralı qəlblərin iniltisi, göynərtisi, ömründən, taleyindən, yer üzündən küsənlərin, xəqanidən, nəsimidən, sabirdən üzübəri gələn, davam edən yerlərdən göylərə, haqqa, zamana, zəmanəyə iradı, etirazı, narazılığı, gileyi, şikayətidir. Nəhayət, uca yaradan qarşısında acizliyini, çarəsizliyini anlayıb, imdadı, ona tapınması, məmnun olmadığı qisməti ilə barışmasıdır. Neynək, neynək, neynək a dərdin aldığım, neynək a dərdin aldığım, a dərdin aldığım, Aqadovalım ey.